Təsəvvür edin ki, ən yaxın dostunuzdan sizə bir mesaj gəlir. Yəni, belə yazır ki, səninlə təcili danışmalıyam, çox pis bir vəziyyət var. Hə, dərhal adamın ağlına ən pis şeylər gəlir. Dəqiq. Siz də təşvişlə nə olub yazırsınız, amma baxırsınız ki, dostunuz offline-dır. Yaxud da ki, telefonu sönüb. Dözülməz vəziyyətdir, sözün düzü. Yəni, o qeyri-müəyyənlik var ha. Bax, o insanı daxildən yeyib bitirir. Tamamilə elədir. Və sizin üçün hazırladığımız bugünkü dərin təhlildə məhz bu cür qəfil yaranan, narahat edici boşluqların sirrini açacağıq. Çox maraqlı mövzudur. Çünki bugünkü missiyamız sizin göndərdiyiniz o daxil edilmiş mətin adlı mənbəni araşdırmaqdır. Və burada yəni uzun-uzadı hekayələr, dərin məqalələr falan yoxdur. Aha, yalnız bircə cümlə var. Bəli, bircə cümlə. Cümlə belədir ki, Arda Gülərlə bağlı pis xəbər. Xəbər sözü də böyük hərflərlə. Vəssalam. Yaxşı, yəni gəlin bunu aydınlaşdıraq. Bu nə deməkdir? Baxın, burada füsunkar olan odur ki, həcmcə bu qədər kiçik bir məlumat necə belə böyük bir psixoloji dalğa yaradır. Yəni, faktiki olaraq əlimizdə yalnız iki qrup fakt var. Birincisi subyektdir, yəni söhbət konkret Arda Gülərdən gedir. İkincisi də xəbərin pis olması. Dəqiq, kontekst, yəni bunun pis xəbər olmasıdır. Mətn, hadisənin səbəbi, forması və ya nəticəsi kimi bütün real detallardan tamamilə məhrumdur. Heç nə yoxdur, sadəcə quru bir anons. Hə, və elə bu boşluğun özü dəhşətli dərəcədə böyük bir intriqa yaradır. Yəni, məqsədli şəkildə anında diqqəti cəlb edir. Bir dəqiqə, yəni mən burada biraz şübhəci yanaşmaq istəyirəm. Sizcə bu doğrudanmı hesablanmış, məqsədli şəkildə qurulmuş psixoloji bir fəndir? Yəni, necə? Nə mənada? Belə deyək də, bəlkə bu sadəcə tələsik yazılmış bir tweetdir, yaxud hansısa məzmun yaradıcısının adi tənbəlliyidir. Niyə dərhal bunun xüsusi bir taktik olduğunu düşünməliyik? Çox yerində verilmiş sualdır. Doğrudur, bu sadəcə tənbəl jurnalistika ola bilər və ya sıradan bir diqqətsizlikdir, sürətlə yazılıb, amma burada məsələ heç də mətnin necə yazılmasında deyil, insan beyninin bunu necə emal etməsindədir. Yəni bizim o boşluğu necə doldurmağımızda. Tamamilə düzdür. Təkamül psixologiyasında negativlik qərəzi, yəni bu ingiliscə negativity bias adlanan çox vacib bir anlayış var. Bizim beyinlərimiz min illər ərzində elə formalaşıb ki, həyatda qalmaq üçün potensial təhlükələrə daha həssasdır. Pis xəbərlərə adi məlumatlardan daha sürətli reaksiya veririk də bir növ. Bəli, bəli. Ona görə də o pis sözünü görən kimi mənbənin niyyətindən asılı olmayaraq beynimiz avtomatik təhlükə siqnalı çalır. Deməli, beynimiz bizi qorumaq üçün boşluqları özü doldurur, anında ən pis senariyə hazırlaşmağa çalışır. Xüsusən də, bayaq qeyd etdiyim kimi o xəbər sözünün qəsdən böyük hərflərlə yazılmasını nəzərə alsaq, bu mənim yadıma qorxu filmlərini salır. Necə yəni, hansı mənada? Baxın, təsəvvür eləyin, ekranda hələ heç bir canavar yoxdur. Qapı sadəcə aralıdır. Amma qəfildən o gərgin, ürək döyüntüsünü sürətləndirən musiqi çalmağa başlayır. Aha, aydındır. Musiqi sizə o təhlükəni hiss etdirir. Düzdür, hələ gözünüzlə görmədiyiniz bir təhlükəni. Bu mənbədəki o böyük hərflər də vizual olaraq məhz həmin o həyəcanlı musiqinin rolunu oynayır məncə. Çox gözəl müqayisədir. Məsələyə tamamilə tərəfsiz və obyektiv yanaşsaq, bu mənbə real olaraq sadəcə negativ bir hadisənin anonsudur. Başqa heç nə demir bizə. Səbəb yox, nəticə yox. Bəli. Bu sadəcə bir idman zədəsidir, yoxsa karyera ilə bağlı bir qərardır və ya meydandan kənar şəxsi bir məsələdir. Heç biri bilinmir. Müasir məlumat axınında əlimizdəki tək gerçəklik budur ki, belə detalsız anonslar birbaşa bizim qorxu instinktimizə hücum edir. Bizi həmin o xəbərə klikləməyə məcbur edir. Dəqiq elədir. Diqqətimizi zəbt etmək üçün ən primitiv reflekslərimizdən istifadə edirlər. O zaman bizi dinləyənlər üçün bugünkü araşdırmamızın yekun xülasəsi belədir. Təqdim etdiyiniz bu cümlə Arda Gülər haqqında detalları gizli saxlanılan, amma bir mənalı şəkildə pis olaraq adlandırılan bir vəziyyətə işarə edir. Elədir. Qalan hər bir fərziyyə isə sadəcə məlumat qıtlığının yaratdığı uydurma ola bilər. Belə qısa bir anonsdan başqa heç bir dəqiq nəticə çıxara bilmərik. Tam razıyam. Və bu arqument məni son bir vacib sual üzərində düşünməyə vadar edir.
Bunu dinləyicilərimiz üçün də bir açıq sual kimi saxlayaq. Çox maraqlıdır. Buyurun. Əgər natamam məlumat və qeyri-müəyyənlik bizim o qədim təkəmmül instinktlərimizi işə salıb bu qədər böyük bir təşviş yarada bilirsə, görəsən müasir dövrdə gündəlik olaraq yaşadığımız stressin və xofun nə qədəri məhz platformaların, alqoritmlərin bizə nəyi deməməyi seçməsi ilə süni şəkildə yaradılır? Yəni, bilərəkdən gizlədilən detallar? Bəli. Bəlkə də əsl təhlükə bizə verilən məlumatlarda yox, məhz bizdən ustalıqla gizlədilən o boşluqlardadır və beynimizin o boşluqları əmkiz şəkildə doldurmaq ehtiyacındadır. Sizin üzərində düşünəcəyiniz əsas detal elə budur məncə.